Həzrəti Musanın əsasən nə boyda işlər görüb, nə möcüzələr eləyib. İnsan islah olmuş nəfsi ilə o möcüzələri eləyə bilər. Dinin təqdim etdiyi azadlıq hədəf deyil. Gərək azadlığın özündən də azad olasan. Ki, azadlığın özündən azad olmasa, o nəfsə kölə olarsan. Kişilər əzab-əziyyətlə, məşəqqətlə məqam əldə eləyiblər. Sən bu nəfsi və bəsləməklə hara çatacaqsan? Adam var deyir ki, məsələn, yoxlar filan işi görürlər, filan. Nəfsi ilə vuruşub da bu da. Hər kəs nəfsi ilə vuruşsa, dünyaya xatir vuruşsa, Allah dünyada verəcək ona nailiyyətini. Biraz o lazımsız söz-söhbətlərdən kənarlaşsan, lazımlı söhbətləri eşidərsən. Təxliyə olmalısan deyə birinci insan gələk o rəzilətlərdən uzaqlaşsın ki, fəzilətləri algılaya bilsin. Qeybətdən doymur, yalandan doymur, söyüşdən doymur, şitlikdən doymur, insan saçmalıqdan doymur, mərdimazarlıqdan doymur, haram yeməkdən doymur, estidən doymur. Vəhşi bir varlıqdır əslində. O qədər vəhşi varlıqdır ki, şeytan onun əlindən dad edir ki, mənə ehtiyac yoxdur da. Bu sözə bəsdir. Mən azad olmalıyam nədən? Nəfsimin istəklərindən 1, şeytanın sözlərindən 2, dünyanın cazibəsindən tutaq ki 3. Bunlardan qopdum, indi hara bağlanım? Get bağlan Allaha. Nə qədər ki, laqeydlik, etinasızlıq, məsuliyyətsizlik təfəkkürünü yayanlar var. Nə qədər ki, onlar övladlarınızı ovlamaqda sizdən qabağa keçməyiblər, bizim hədislərimizi övladlarımız öyrədir.